Dəyərli gənclər, biz bu gün rasional kəsirlər bölməsinə baxacağıq. Birinci sualımız belədir. X bölünsün n bölünsün x kvadratı böl n. Biz bunu yazacağıq. X bölünsün n vurulsun n böl x kvadratı. Buradan x kvadratının birindən x ixtisar getdi. Qaldı n böl nx. Düzgün cavabımız olacaq. Hansı variant? N böl nx. A variantı. Keçirik növbəti suala, ikinci suala. İkinci sualımız belədir. 3 vurulsun 3 çıx x bölünsün 4 vur x çıx 3. X çıx 3 ilə x çıx x əks ədədlər olduğuna görə bunlar ixtisar gedəndə -1 qalır. Cavab olur -4/3. Düzgün cavab olacaq Y variantı. Üçüncü suala keçid alırıq. Buradan biz 4a-nı mötərizə xaricinə çıxarsaq, qalacaq y üstəgəl x bölünsün 8a. A-lar ixtisar getdi. 8 ilə 4 ixtisar getdi. 2 qaldı burada. Olacaq x üstəgəl y bölünsün 2 və yaxud da y plus x bölü 2. Düzgün cavab olacaq C variantı. Dördüncü suala baxırıq. 8b kubu bölünsün a kvadratı vurulsun a kubu bölünsün 8b kvadratı. Təbii ki, burada 8-lər ixtisar getdi. B kubundan B kvadrat ixtisar getdi. B qaldı. A kubundan A kvadrat ixtisar getdi. A qaldı. Yəni düzgün cavab A-B'dir. C variantı. Çox üzr istəyirəm. A variantı 4-cü sualda. 5-ci suala keçid alırıq. Beşinci sualda deməli biz buradan A-B-ni mötərizə xaricinə çıxarsaq nə qalacaq? 3A üzərinə gəlinsin 2B düzdürmü? Bölünsün. Nə olacaq? Buradan A-nı çıxarsaq mötərizə xaricinə 3A üzərinə gəlsin 2B. Yaxşı. 3A plus 2B-lər getdilər. Daha sonra nə alırıq buradan? A-lar da getdi. B qaldı. Düzgün cavabımız olacaq A variantı. 6-cı suala keçid alaq. 4A kvadratı B böl C vurulsun yazıram. 4C kvadratı bölünsün A kvadratı B. A kvadratı B-lər getdilər. C kvadratının birinə C getdi. Qaldı 16C. Düzgün cavab olacaq C variantı. 7-ci suala keçid alaq. 7-ci suala nədir? 7-ci sualda deməli biz surətdən A-nı çıxardırıq mötərizə xaricinə. Qalır 5A üstəgəl B üstəgəl 1 bölünsün. Aşağıdan B-ni çıxardırıq. Nə qalır? B üstəgəl 5A üstəgəl 1. Bunlar ixtisar gedir. Cavab qalır A böl B. Y variantı. 8-ci sualda isə surətdən x-i çıxardırıq. 3x üstəgəl y çıx 1 bölünsün. Məxrəcdən y-i çıxardırıq. Y üstəgəl 3x çıx 1. Bunlar getdilər. X böl y-imiz qaldı. Düzgün cavab olacaq C variantı. 9-cu suala keçid alırıq. 9-cu suala baxaq. 9-da nədir bizə? 9-cu suala deyir ki, x kvadrat çıx 12 üstəgəl 25. Bu bizə nəyi verir? X çıx 5-in kvadratını verir. Məxrəcdə isə x kvadrat çıx 25-dir. Biz bunu yaza bilərik. X çıx 5 vurulsun. X üstəgəl 5. Buradan x çıx 5-in kvadrat ilə x çıx 5-in biri getdi. Nə qaldı? X çıx 5 bölünsün. Y üstənə gəlsin. 5 qaldı. Düzgün cavab olacaq A variantı. 10 suala keçid alırıq. 10 suala nədir bizə? Yenə x kvadrat çıx 14 x üstəgəl 49-dur. Bu bizə x çıx 7-nin kvadratını verir. Məxrəcdə isə x çıx 7 vur x üstəgəl 7-dir. Buradan biz x çıx 7-nin kvadratı ilə x çıx 7-ni ixtisar aparsaq nə qalacaq? X çıx 7 bölünsün, x üstəgəlsin 7 qalacaq. 11-ci suala keçid alaq. Baxın, burada mənfi B kubu çıx 27-dir. Mən mənfini
Çıxardıram kəsirin qarşısına. Mənfinin kəsirin qarşısına çıxarsam, nə alıram gənclər? Mənfi b kub üstəgəl 27 olur da. B kub üstəgəl 27-nin açılışı nədir? Kublar cəmi üçün baxsam, b üstəgəl 3, b kvadrat çıx 3b üstəgəlsin 9-dur. Bölünsün, b kvadratı çıx 3b üzərinə gəlsin 9. Bunları ixtisara aparsam, nə qalacaq? Mənfi b üstəgəl 3 qalacaq. Bu da mənə verir mənfi b çıx 3-ü. Yəni düzgün cavabımız olacaq Y variantı. 12-ci suala keçid alırıq. 8a kvadratı vurulsun yazıram birbaşa. 3a plus b bölünsün 3a kvadratı. Burada a kvadratlar ixtisar gedir. Qalır 8 bölü 3. 3a üzərinə gəlsin b. 13-cü suala baxaq. 13-cü sualda 9a kubu vurulsun 2a üzərinə gəlsin b bölünsün 2a kubu. Buradan a kublar ixtisar getdi. Qaldı 9 bölü 2. 2a üzərinə gəlsin b. 14-cü suala keçid alaq. Yuxarıdan surətdən 3 mötərizə xaricini çıxarsam nə qalır? A kubu çıx b kubu. Aşağıda məxrəcdə 3 çıxarsam nə qalır? A kvadrat çıx b kvadrat. A kubu çıx b kubunun 3-lər ixtisar getdi. A kubu çıx b kubuna A çıx b vurulsun. A kvadrat üstəgəl AB üstəgəl b kvadrat yazıram. Məxrəci isə A çıx b vurulsun A üstəgəl b yazıram. A çıx b'lər ixtisar gedir. Qalır A kvadrat üstəgəl A b üstəgəl b kvadratı bölünsün A üstəgəlsin b. Yəni düzgün cavabımız olacaq A variantı. 15-ci sualda bunun alternatividir. 15-də də deməli 2-ni çıxarırıq. A kvadrat çıx b kvadrat yazıram. Birbaşa A çıx b vur. A üzərinə gəlsin b. Məxrəcdə yazıram 2 vurulsun A üstəgəl b. A kub üstəgəl b kubun açılışını yazıram. A kvadratı çıx AB üstəgəlsin b-nin kvadratı. Və buradan A üstəgəl b-lər gedir, 2-lər gedir, qalır A çıx b bölünsün A kvadratı üstəgəl AB üstəgəl b kvadrat. Yəni Y variantı düzgün cavabımız olacaqdır. 16-cı suala baxın. Buradan deməli A-nı çıxarsam mötərizə xaricində nə qalır? X üstəgəl Y. İkinci, yəni 3-cü və 4-cüdən B-ni çıxarsam nə qalır? X üstəgəl Y. Bölünsün X plus Y yazıram bunu. Surətdə hər ikisindən X üstəgəl Y mötərizə xaricinə çıxarsam nə əmələ gələcək? A üstəgəl B bölünsün X üstəgəl Y. X üstəgəl Y-lər ixtisar gedir. Cavab nə qalacaq? A üstəgəl B. Yəni düzgün cavabımız olacaq C variantı. 17-ci suala keçid alırıq. X üstəgəl 2Y bölünsün Y bərabərdir 3-ə. Buradan mən çarpaz vursam bunu. Yazarım ki, x üstəgəl 2y bərabərdir 3y-ə. Buradan x nəyə bərabərdir? X y-ə bərabərdir. Yaxşı, mənə deyir ki, 7x bölünsün y-i tap. 7x bölü y tap deyirsə, x y-ə bərabərdir. Onda x yenə y yazsam, 7y bölü y olacaq nə? 7. Düzgün cavab olacaq Y variantı. 18-ci sualda isə surətdə bu ifadə bizə nəyi verir? A üstəgəl b-nin kvadratını. Məxrəcdə deməli A kvadratı B vurulsun B bölünsün A üstəgəl B-dir. A üstəgəl B ilə A üstəgəl B-nin kvadratı nədir? Getdi. B ilə də B getdi. Cavab nə qalacaq? A üstəgəl B bölünsün A-nın kvadratı. Düzgün cavab olacaq C variantı burada. 19-cu suala baxın. 19-cu suala bunun yenisidir. A kvadratı B bölünsün A çıx B-nin kvadratı vurulsun A çıx B bölünsün A. A çıx B-nin kvadratından A çıx B getdi. A kvadratının birindən A getdi. Qaldı AB bölünsün A çıx B. Düzgün cavabımız olacaq D variantı. 20-ci suala keçid alaq gənclər. Nə deyir 20-ci sualda bizə? 20-ci suala deyir ki, 2x bölünsün x üstəgəl 6 üzərinə gəlinsin 2x bölünsün x çıx 6. Biz bilirik ki, bunların ortaq məxrəci nəyə bərabərdir? Bunların ortaq məxrəci x üstəgəl 6 vurulsun x çıx 6-dır. Yaxşı. Bunda tamlayıcı vuruq nə olacaq onda? Yəni, bu olacaq tamlayıcı vuruq x çıx 6, bunun tamlayıcı vuruq x üstəgəl 6. İndi vursam 2x vurulsun x çıx 6 üzərinə gəlinsin 2x vurulsun x üstəgəl 6 şəklində yazıram.
Buradan nə alınır? Məxrəc x kvadrat çıxı 36 yazıram. Surətdə alınır 2x kvadratı çıx 12x üstəgəl 2x kvadratı üstəgəl 12x. 12x-lər neynədilər? Getdilər. Qaldı 4x kvadratı bölünsün x kvadratı çıx 36. Yəni düzgün cavabımız olacaq C variantı. 21-ci suala keçid alırıq. 21-ci suala nədir bizə? Yenə eyni şeydir. Ortaq məxrəc nədir? X çıx 2 vurulsun, x üzərinə gəlsin 2-dir. Yaxşı, tamamlayıcılıq burada nədir? X plus 2-dir. Burada nədir? X çıx 2-dir. Vursaq 3x vurulsun, x plus 2 üzərinə gəlsin, 3x vurulsun, x çıx 2. Bu da bərabərdir. 3x kvadratı üstəgəl 6x üstə gəlsin 3x kvadratı çıx 6x bölünsün x kvadratı çıx 4. 6x-lər getdi. 6x kvadratı bölünsün x kvadratı çıx 4. Yəni A variantı bizim düzgün cavabımızdır. 22-ci suala keçid alırıq. 22-ci sualda A çıx B-nin kvadratı bölünsün A kvadrat çıx B kvadratıdır. Təbii ki, biz bilirik ki, A çıx B-nin kvadratı, yəni A çıx B vurulsun A çıx B-dir. A kvadrat çıx B kvadrat isə A çıx B vurulsun A üstəgəl B-dir. A çıx B-lər ixtisar getdi. Nə qalır? A çıx B bölünsün A üstəgəl B. Yəni düzgün cavab A variantıdır. 23-cü suala keçid alaq. Surətdə yenə A üstəgəl B vur A üstəgəl B-dir. Deməli, məxrəcdə isə A üstəgəl B vur A çıx B-dir. Buradan A üstəgəl B-lər ixtisar getdi. A üstəgəl B bölünsün A çıx B ifadəmiz qaldı. 24-cü suala baxırıq. MN vurulsun. Mötərizənin içində ortaq mübarizə gətirsək bunu. Ortaq mübarizə nədir? MN 2mn üstə gəlinsin m kvadrat üstə gəl n kvadratı. Yaxşı, onda biz buradan nə alırıq? MN-lər ixtisar gedir. Bu ifadə də bizə nəyi verir? M üstə gəl n-in kvadratını verir. Yəni düzgün cavab D variantıdır. 25-ci suala keçid alaq. 25-ci sualda eynisidir. Ortaq məxrəc x-y gətirirəm. X-y-də x kvadrat üstə gəl y kvadrat çıx 2xy yazıram. Vurulsun xy. Xy-lər ixtisar gedir. Qalır x çıx y-in kvadratı. Yəni B variantı. 26-cı suala keçid alaq. 6x kubu böl x çıx 5 vurulsun 5 çıx x 5 üstə gəl x bölünsün 18x-in kvadratı. Yaxşı. Biz buradan 18 ilə 6-nı ixtisar aparsaq 3 qalır. X kubundan x kvadratını aparsaq yuxarıda x qalır. X çıx 5 ilə 5 çıx x aparsaq mənfi 1 qalır. Yəni yuxarıda bizim qalıb mənfi x vurulsun 5 üstə gəl x bölünsün 3-ümüz. Yəni mənfi də çıxarsaq kəsrin qarşısına mənfi x kvadrat üstə gəl 5x bölünsün 3. Düzgün cavab olacaq C variantı. 27-ci suala baxırıq. Deməli 9x kvadratı bölü x üstə gəl 4 vurulsun 4 çıx x vurulsun 4 üzərinə gəlsin x bölünsün 6x. Burada x üstə gəl 4 ilə 4 üstə gəl x getdi. X-in 1 ilə x kvadratı, daha doğrusu x ilə x kvadratın 1-i getdi. 9-un 6 3-ə ixtisar getsə 3 burada qalır, 2 burada qalır. Olur 3x bölünsün 2 vurulsun 4 çıx x. Yəni 1/5, 3-2 bölünür 1/5 eləyir. X vurulsun 4 çıx x. Düzgün cavabımız olacaq B variantı. 28-ci suala baxırıq. Deməli, baxın. 2x kvadrat üstü 4. 2-nin üstü 4 neçə edir? 16. X kvadratın üstü 4 edir? X üstü 8. 3-ün üstü 4 81. Y kubun üstü 4. Y üstü 12. Vurulsun. 3y-in kvadratı edir 9y kvadratı. 4x kvadrat üstü 2 eləyəcək. 16x üstü 4. Yaxşı. Buradan biz 16-ları ixtisar aparırıq. 9 ilə 81 ixtisar aparırıq. Məxrəcdə 9-muz qalır. X üstü 8 ilə x üstü 4 ixtisar gedir. X üstü 4 sürətdə qalır. Y kvadratın y üstü 12 gedir. Qalır y üstü 10. Yəni x üstü 4 bölünsün 9 y üstü 10. Düzgün cavab olacaq B variantı. 29 nömrəli suala baxırıq. 5a kubu bölünsün
4b kvadratının kvadratı vurulsun. 2b kvadratı bölünsün 5a-nın kubu. Birinci ifadədən biz 5a kubunun kvadratı eləyəcək 25a üstü 6 bölünsün. 4b kvadratının kvadratı 16 b üstü 4 vurulsun. 2b kvadratının kubu eləyəcək 8b üstü 6. 5a kubu da olacaq 125a-nın kubu. Yaxşı. İndi burada 125 ilə 25 getdi. Nə qaldı? 5 qaldı. 8 ilə 16 getdi. Nə qaldı? 2 qaldı. 2 dənə 5 eləcək nə? 10. A üstü 6 ilə A kubu getdi. Nə qaldı? A-nın kubu. B üstü 6 ilə B üstü 4 getdi. Nə qaldı? B-nin kvadratı. Yəni A kubu B kvadratı bölünsün 10. Düzgün cavab B variantı. 30-cu suala baxırıq. 30-cu suala deməli, S kvadrat 9 yazıram. S çıxı 3 vurulsun. S üstə gəl 3. Bölünsün. S kvadrat üstə gəl 6, S üstə gəl 9 bizə verir. S üstə gəl 3-ün kvadratını. Yəni S üstə gəl 3 üstə vurulsun. S üstə gəl 3. Burada 3 üstə gəl S bölünsün. S çıx 3. Deməli, buradan S çıx 3-lər getdilər. S plus 3 ilə S plus 3. Bu S plus 3 ilə bu 3 plus S. Cavab nə qalacaq? 1 qalacaq. 31-ə baxaq. X kvadrat üstə gəl 4, X üstə gəl 4 bizə nəyi verir? X üstə gəl 2 vurulsun. X üstə gəl 2-ni verir. X kvadrat çıx 4 nəyi verir? X üstə gəl 2 vurulsun. X çıx 2-ni verir. Vurulsun 2 çıx X bölünsün. 2 üstə gəl X. Buradan X plus 2 ilə X plus 2. 2 üstə gəl X ilə X üstə gəl 2. Nə qalır? X çıx 2 ilə də 2 çıx X gedir. Mənfi 1 qalır. Düzgün cavab olacaq Y variantı. Çünki 2 çıx X ilə X çıx 2 əks ədədlərdir. Əks ədədlərin nisbəti isə mənfi 1-ə bərabər. 32-yə baxırıq. 32 deməli, ortaq mərcə gətirsək, BC-dən B kvadratı çıx S kvadratı vurulsun. Bölünmənin tərsini yazıq da, vurulsun. 2BC-dən, yəni 2BC bölünsün, B çıx S. Yaxşı, BC-lər ixtisar getdi. B kvadrat çıx S kvadratın açılışı nədir? B çıx S vurulsun, B üstə gəl S. Bölünsün, burada ikimiz də var. Bölünsün, B çıx S. B çıx S-lər getdi, nə qaldı? 2B üstə gəl S. Yəni, düzgün cavab olacaq B variantı. 33-ə baxırıq. 3AB bölünsün, A üstə gəl B. Vurulsun. Baxın, bu ifadəni ortaq mərcə gətirsək, necək? AB-dən A kvadratı çıx B kvadratı. Yaxşı, buradan AB-lər ixtisar getdi. 3 A çıx B vur A üstə gəl B yaza bilərəm. A kvadrat çıx B kvadratını bölünsün A üstə gəl B. A üstə gəl B-lər ixtisar getdi, qaldı 3 A çıx B. Yəni B variantı düzgün cavabımız. 34 nömrəli suala baxırıq. 34-də deməli, buradan x-i çıxartsaq mötərizə xaricində nə qalır? X çıx 6. Çıxılsın, y-i çıxarsaq nə qalır? X çıx 6. Bölünsün, bunu yazıram 6 çıx x vurulsun, 6 üstə gəl x. Çünki 36 çıx x-in kvadratıdır. Yaxşı. Surətdən x çıx 6 mötərizə xaricinə çıxarsaq nə qalır? X çıx y. Məxrəcdə isə 6 çıx x vurulsun 6 plus x-dir. X çıx 6 ilə 6 çıx x bir-birinin əksidir. Ona görə mənfi 1 qalacaq burada. Onda mənfi 1-i x çıx y-ə vuranda olacaq. Y çıx x bölünsün. X plus 6 və yaxud da 6 plus x fərqi yoxdur. Yəni A variantı. 35-ci suala baxın. 35-ci suala maraqlı sualdır. Deməli, m kvadrat çıx 30 bölünsün m çıx 6. İkinci kəsirin sürət məxrəcini mənfi 1-ə vururam. Olur nə? Mənfi 6 bölünsün m çıx 6. Hər ikisindən m çıx 6-nı ortaq məxrəcini götürə bilərəm. Olacaq m kvadrat çıx 30 üstə gəl mənfi 6. Yəni çıx 6. M kvadrat çıx 36 sürətdə alınır. Onu yazıram m çıx 6 m üstə gəl 6 bölünsün. Biraz buradan yazaq. M çıx 6 vur m üstə gəl 6 bölünsün m çıx 6. M çıx 6-lar getdi, nə qaldı? M üstə gəl 6 qaldı. 36 nömrəli suala baxırıq. Mənfi 2-ni çıxardırıq mötərizə xaricində qalır A çıx 3. Məxrəcdə isə A çıx 3-ün kvadratıdır. Yəni A çıx 3 vur A çıx 3. A çıx 3-ün biri getdi, qaldı. Mənfi 2 bölünsün A çıx 3. Yəni 2 bölü 3 çıxa. Düzgün cavabımız olacaq D variantı. 37-ci suala baxırıq. 2x üstə gəl y bölünsün. Y bərabərdir 3-ə. Buradan 2x üstə gəl y bərabərdir 3y-ə.
2x bərabərdir 2y-ə. X bərabər y-ə. X y-ə bərabərdir. Bizə deyir 3x bölü y tap. Deyəcək 3. Düzgün cavab olacaq C variantı. 38 nömrəli suala baxırıq. Deməli, buradan x-i çıxardırıq mötərizə xaricinə. A üstə gəl B. Çıxılsın, y vurulsun A üstə gəl B. Bölünsün x çıx y. Surətdə A üstə gəl B vurulsun x çıx y yazırıq. Məxrəcdə x çıx y yazırıq. X çıx y-lər ixtisar gedir. Qalır A üzərinə gəlsin B. Düzgün cavabımız olacaq 1. 39 nömrəli suala keçid alaq. 39-da bizə deyir ki, A çıx B böl B 4-dür. Yəni A çıx B 4B-yə bərabərdir. Buradan A nəyə bərabərdir? 5 B-yə bərabərdir. Yaxşı. A kvadratı çıx B kvadratı bölünsün. B kvadratını soruşur. A-nı yerinə 5 B qoysam, 5B-nin kvadratı. 25B kvadrat edir. 25B kvadratdan çıxanda B kvadrat necə nə? 24B kvadratı. Məxrəcdə B kvadratı. Cavab olacaq 24. Yəni düzgün cavabımız olacaq A variantı. 40-cı suala baxırıq. 40-cı sualda biz bu ifadəni belə yaza bilərik. X bölü x üzərinə gəlsin y bölü x bərabərdir mənfi 3. Yəni bu şəkildə də yaza bilərik. Bunu biraz fərqli şəkildə yazdım gördüyünüz kimi. Buradan 1 üstəgəl y bölü x bərabərdir mənfi 3-ə. Y bölü x bərabərdir mənfi 4-ə. Yaxşı. Deməli bizdən nə soruşur ki, buradan nə alınır? Y bərabərdir mənfi 4x-ə. Bizdən soruşur ki, x bölünsün x çıx y tap. Y yerinə mənfi 4x qoysam, x bölünsün, x üstəgəl 4x. Yəni 5-də 1 edəcək düzgün cavabımız. 41-ə baxın gözəl gənclər. X çıx y bərabərdir 2x-ə. Buradan mənfi y bərabərdir x-ə. Və yaxud da x bərabərdir mənfi y-ə. Gətirib yerinə qoysaq, 41-ci sualda bizə deyir, x bölünsün, x çıx y tap. X yerinə mənfi y qoyuram. Mənfi y bölünsün, mənfi y çıx y. Mənfi y bölünsün, mənfi 2y olacaq 2-də 1. Yəni 0,5. Düzgün cavab olacaq D variantı. 42-ci suala keçid alırıq gənclər. 42-ci sualı deməli, surətdə mənfi 2-ni çıxardırıq mötərizə xaricinə, qalır açıq 8. Yaxşı, məxrəci necə vurğularını ayıra bilərəm? Ümumiyyətcə kvadrat düzəltinin vurğuları ayrılmasını biz bilirik. Birinci ədlə üçüncü ədli bir-birinə vururuq, 32 eləyir. Orta ədlə ilə parçalamalıyıq ki, onun əmsalları hasil 32 eləsin. Onu yazaram A kvadratı çıx 4A çıx 8A üstəgəl 32. Yaxşı, surəti olduğu kimi saxlayıram. Məxrəci isə yazıram. A vur açıq 4 çıxılsın 8 vur açıq 4. Hər ikisindən açıq 4-ü çıxarsam mötərizə xaricinə nə qalacaq? Açıq 8. Surətdə də mənfi 2 vurulsun açıq 8. Açıq 8-lər getdilər. Qaldı mənfi 2 bölünsün açıq 4. Burada nə olacaq? 2 bölünsün 4 çıxa. Yəni düzgün cavabımız olacaq C variantı. 43-cü suala keçid alaq. 43-cü sualda deməli 3x üstəgəlsin 1 bölünsün x kvadrat üstəgəl x üstəgəl 1 vurulsun 3 düşdü aşağı x kubu çıx 1 də yazıram. X çıx 1 vurulsun x kvadrat üstəgəl x üstəgəl 1. Buradan gənclər x kvadrat üstəgəl x üstəgəl 1-lər getdi, 3-lər getdi. X üstəgəl 1 vur. X çıx 1 qaldı. O da eləyəcək x kvadrat çıx 1. 44 nömrəli suala baxırıq. Surətdə 4 x çıx 1 yazırıq. Məxrəc olduğu kimi qalır. Vurulsun. X üstəgəl x kub üstəgəl 1 yazıram. X üstəgəl 1 vurulsun. X kvadrat çıx x üstəgəl 1 bölünsün 4. 4-lər ixtisar getdi. X kvadrat çıx x üstəgəl 1-lər ixtisar getdi. Yenə qaldı x çıx 1 vur x üstəgəl 1. Yəni x kvadrat çıx 1 düzgün cavabımızdır. Yəni D variantı. 45-ci suala baxırıq. Deməli, B bölünsün. A vur 2A üstəgəl B şəklində bunu yazırıq. Çıxılsın. 4A bölünsün. B vurulsun 2A üstəgəl B də bunu yazırıq. Ortaq məxrəc nədir? Ortaq məxrəc AB-də 2A üstəgəl B-dir.
Buradan deməli, tam vuruq B-dir. Buradan tam vuruq A-dır. Qalacaq B kvadrat çıx 4A-nın kvadratı. Yaxşı. Biz B kvadrat çıx 4A kvadratını yazırıq. B çıx 2A vurulsun. B üstə gəlinsin 2A. Bölünsün AB-də B plus 2A. B plus 2A-lar getdi. Nə qaldı? B çıx 2A bölünsün AB. Yəni düzgün cavabımız olacaq Y variantı. 46-cı suala keçid alaq. X bölü Y gənclər 2-dir. Yəni siz burada X-ə 2 deyib, Y-ə 1 deyə bilərsiniz və gətirib yerinə qoysaq. 46-cı sualda 2-nin kvadratı 4, üstə gəl 2 vur 1, 2, çıx 1-in kvadratı 1, bölünsün 2-nin kvadratı 4, çıx 2 vur 1, 2, üstə gəl 1. Yəni 5 bölünsün 2. Düzgün cavab olacaq. Düzmü yazdım? Nəsə düz gəlmədi. 3-dür bu, hə, sorry. Məxrəc 3-dür. 5 bölü 3. B variantı. 47-ci suala baxırıq. 47-ci sualda da A bölü B 4-dür. A-ya 4, B-yə isə nə deyirik? 1 deyirik. Yaxşı, onda A kvadratı çıx AB üstə gəl B kvadratı bölünsün. A kvadrat üstə gəl AB çıx B kvadrat ifadəsinə baxsaq. A 4-dür. 4-ün kvadratı 16 çıx 4 vur 1, 4 üstə gəl 1 bölünsün 16 üstə gəl 4 çıx 1. Surətdə nə alınır? Surətdə 13 alınır. Məxrəcdə isə 19. Yəni düzgün cavabımız D variantıdır. 48-ci suala baxırıq. 48-ci sualda y bərabərdir 1,4-də 3-ə. Yəni 7 bölü 4-ə. Buradan bizim ifadə fikir versəz y var çıx 4, y üstə gəl 4-dür. Yəni y çıx 2-nin kvadratıdır surət. Məxrəc 2 çıx y-dir. Yaxşı. A çıx B-nin kvadratı B çıx A-nın kvadratına bərabərdir. Fərqi yoxdur, yəni. Yaza bilərik ki, 2 çıx y-in kvadratı bölünsün 2 çıx y. Bunun birindən bu getdi, qaldı 2 çıx y. Yəni 2 çıxılsın 1,4-də 3. O da bizə nəyi verəcək? 4-də 1 verəcək. Çünki 2-ni yazaram 1,4-də 4. Yəni düzgün cavab olacaq Y variantı. 49-cu suala keçid alaq. Y bərabərdir 1,5-də 3-dür. Burada da yenə surətdə y çıx 3-ün kvadratıdır. Onu yazıram 3 çıx y-in kvadratı. Çünki A çıx B-nin kvadratı B çıx A-nın kvadratına bərabərdir. 3 çıx y kvadratın birindən bu getdi. Qaldı 3 çıxılsın 1,5-də 3. O da eləyəcək 1,5-də 2. Düzgün cavabımız olacaq A variantı. 50-ci suala baxırıq gənclər. A üstü mənfi 1, 1 bölü A-dır. B üstü mənfi 1, 1 bölü B-dir. Vurulsun, 1 bölünsün, B çıx A. Yaxşı, buradan A, B-də B çıx A vurulsun, 1 bölünsün, B çıx A. B çıx A-lar ixtisar gedir, nə qalır? 1 böl A, B qalır. Yəni düzgün cavab A variantıdır. 51 də bunun alternativ sualıdır. A üstü mənfi 1, 1 bölü A yazırıq. B üstü mənfi 1, 1 bölü B yazırıq. Vurulsun, 1 bölünsün, A üstə gəl, B yazırıq. Yaxşı, ortaq mərzə gətirəndə A, B-də B üstə gəl, A vurulsun, 1 böl A üstə gəl, B yazırıq. Bunlar ixtisar gedir, nə qalır? 1 böl AB. Yəni D variantı düzgün. 52-ci suala keçid alaq. 52-ci sualda deməli, ortaq məxrəcimiz nədir? A bölü B üzərinə gəlinsin, A üstə gəl, B bölünsün, A çıx B-dir. Ortaq mərzə gətirəndə nə alınır? B vurulsun, A çıx B. Bunun tam müalicə vuruğu A çıx B, bunun tam müalicə vuruğu B-dir. Bu da olacaq A vur A çıx B üzərinə gəlinsin, B vur A üstə gəl B. Deməli, surətdə olur A kvadratı çıx AB üstə gəl AB üstə gəl B kvadratı. Bölünsün AB çıx B-nin kvadratı. Və yaxud da elə bunu saxlaya bilərik belə. Məxrəci heç açmayaq. B vurulsun, A çıx B şəklində saxlayaq. Deməli, bunlar ixtisar gedir. Surətdə qalır. A kvadrat üstə gəl B kvadratı. İslah gedir daha doğrusu. Mənfi AB ilə müsbət AB. Məxrəcdə isə B vur A çıx B. Yəni, düzgün cavab olacaq A variantı. 53-cü sualda neyinirik? Baxaq 53-cü suala. Surətdə biz buradan A-nın mötərizə xaricində çıxarsaq nə qalır? B kvadratı çıx 36.
Məxrəci olduğu kimi yazıram 3b-nin kubu. Vurulsun 12b-nin kvadratı. Məxrəcdə isə a kvadratını ötürücü xaricdən çıxarıram. Nə qalır? B üstəgəl 6 qalır. Yaxşı, burada b kvadratından b kubu getdi. Burada qaldı b-miz. 12 ilə 3 getdi, nə qaldı? 4 qaldı. Deməli, a kvadratından a getdi. Burada a-mız var, burada 4-ümüz var. B çıx 36-ını yazırıq. B çıx 6 vur B üstəgəl 6. Düzdürmü? Vur 4 bölünsün. B A, yəni AB burada qalmışdı. B plus 6 da buradadır. B üstəgəl 6-lar getdi. Qaldı 4. B çıx 6 bölünsün. AB. Yəni Y variantı düzgün cavabımız olacaqdır. 54-ə baxırıq. 54-cü suala deməli, A-nın çıxardığında mötərizə xarici nə qalır? B üstü 4 çıx 49 qalır. Bölünsün 6 B kubu buradadır. Vurulsun 24 B üstü 4 bölünsün. Buradan A kvadratını çıxardan nə qalır? B kvadrat üstəgəl 7 qalır. Yaxşı. A kvadratından A getdi. B üstü 4 ilə B kubu getdi. 24 ilə 6 getdi. Qaldı 4. Yəni surətdə qaldı. B üstü 4 çıx 49. Bunu mən nə yazaram? Yazaram ki, B kvadratı çıx 7 vurulsun. B kvadrat üstəgəl 7 vur 4B bölünsün. A vurulsun. B kvadrat üstəgəl 7. B kvadrat üstəgəl 7-lər ixtisar getdilər. Qaldı 4B vurulsun. B kvadrat çıx 7 böl A. Yəni D variantı bizim düzgün cavabımız olur. 55-ci suala baxaq. Buradan x-i çıxartsaq mötərizə xaricində nə qalacaq? A çıx B. Üstə gəlinsin. Y-i çıxarsaq nə qalacaq? A çıx B. Bölünsün. X üstəgəl Y. Surətdə A çıx B-dir. Vurulsun x üstəgəl y. Bölünsün x üstəgəl y. X üstəgəl y-lər ixtisar getdi. Nə qaldı? A çıx B qaldı. Bizdə A-nın qiyməti 5,59, B-nin qiyməti 2,59-dur. Deməli, A-dan B-ni çıxan nə qalacaq? 3 qalacaq. Düzgün cavab C variantıdır. 56-cı suala keçid alırıq. Yenə A, y üstəgəl BY çıx AX çıx BX bölünsün. Y çıx X ifadəsi verilmişdir. Buradan y-i çıxarsaq nə alınır? Y-i çıxarsaq qalır A üstəgəl B. Çıxılsın, x-i çıxarsaq nə qalır? A üstəgəl B. Bölünsün, y çıx x. Surətdə hər ikisindən A üstəgəl B-ni çıxarsaq nə qalacaq? Y çıx x, məxrəcdə də y çıx x. Y çıx x-lər ixtisar getdilər, qaldı A üzərinə gəlsin B. Buradan A 2,75, B 1,25-dir. Toplayanda 4 eləyir. Deməli, düzgün cavabımız olacaq nə? Y variantı. 57 nömrəli suala keçid alırıq. 57 nömrəli sualda ortaq mərcə gətirir gənclər. Bunun məxrəci nədir? 1-dir. Tamamlayıcı vurğu nə olacaq? X çıx 4 olacaq. Yəni olacaq x çıx 4-də x vurulsun x çıx 4 üzərinə gəlsin 9 vurulsun 2 x kvadratı çıx 4x üstəgəl 9. Surətdə də x kvadrat çıx 16-dır. X çıx 4 vurulsun. X üstəgəl 4 şəklində yazarıq. Bölməni tərsinə çevirib vurma kimi yazdım da gördük. Buradan x çıx 4-lər yenə ixtisar getdi. Bu ifadə x kvadratı çıx 4x üstəgəl 9 edir. Bununla da bu getdi. Qaldı nə? X üstəgəl 4 bölünsün 2. 58-ci suala keçid alaq. 58-ci sualda 57-nin alternatividir. Baxsaq görərik. Deməli, 58-ci sualda da ortaq mərcə gətirsək, x üstəgəl 8-də, bunun məxrəci 1-dir. Tamamlayıcı vuruğu x üstəgəl 8-dir. X vurulsun x üstəgəl 8, yəni x kvadrat üstəgəl 8x üstəgəl 16. Vurulsun. Buradan sürət məxrəcinin yerini dəyişirəm. 2-ni çıxardıram mötərizə xaricinə. X kvadrat üstəgəl 8x üstəgəl 16 alınır. Surətdə isə x çıx 8 vur, x üstəgəl 8 alınır. Yaxşı, bunlar getdilər, x üstəgəl 8-lər getdilər. Nə qaldı? X çıx 8 böl 2 qaldı. Düzgün cavabımız olacaq Y variantı. 59-cu suala baxırıq. 35 m üstü 8 n üstü 5 bölünsün 48
P üstü 4, 2 üstü 12 vurulsun 70, M üstü 7, N üstü 6, 9 P kubu, 2 üstü 14. Yaxşı. Burada 70 ilə 35 ixtisar gedir. Nə qalır? 2 qalır. Daha sonra 48 ilə 9 3-ə ixtisar gedir. Nə qalır? 3 burada qalır, düzdürmü? 16 burada qalır. Yaxşı. Bizim ədədlərimiz olacaq, əmsalımız olacaq 3/32. M üstü 8-dən M üstü 7 getdi. Nə qaldı? M qaldı. Daha sonra N üstü 5-dən N üstü 6 getdi. Məxrəcdə N qaldı. P kubundan P üstü 4 getdi. Məxrəcdə P qaldı. 2 üstü 14-dən 2 üstü 12 getdi. Qaldı 2-nin kvadratı. Yəni 3MQ kvadratı bölünsün 32NP. Düzgün cavab olacaq D variantı. 60-cı suala keçid alaq. 8 A üstü 18 B üstü 19 vurulsun yazıram. 4 A üstü 20 B üstü 10 15 S üstü 4. Baxın. 8 ilə 4 ixtisar gedir, qalır 2. 2 15-ə vuranda 30. A üstü 18 ilə A üstü 27 A kvadratı. B üstü 19 ilə B üstü 10 getdi. B üstü 9 S üstü 4. Yəni 30 B üstü 9 S üstü 4 bölünsün A kvadrat. Düzgün cavab olacaq C variantı. 61-ci suala keçid alırıq. 24 x üstü 4 y-in kubu bölünsün. 49 z üstü 9 vurulsun 1 bölünsün 8 x üstü 7 y üstü 8. Yaxşı. Buradan 24 ilə 8 ixtisar getdi. Nə qaldı? 3 qaldı. X üstü 7 ilə x üstü 4 getdi. X kubu qaldı. Onda olacaq 3 böl 49 x kubu. Y kubundan y üstü 8 getdi. Y üstü 5. Z üstü 9 da qaldı yerində. Yəni düzgün cavab olacaq A variantı. 62-ci suala keçid alaq. Deməli, 62-ci sual ifadəmiz belədir. X kvadrat üstəgəl 2xy üstəgəl 4y-in kvadratı. Məxrəcdə isə, bax bu x kubu çıx 8y kubudurmu? Buna mən kublar fərqi kimi baxsam, alınır x çıx 2y vurulsun x kvadratı üstəgəl 2xy üstəgəl 4y-in kvadratı. Bunlar ixtisar gedir. Qalır 1 bölünsün x çıx 2y. X-imiz nədir? 3 böl 8. Y-imiz nədir? Deməli, çıxılsın 11 böl 16. 2 vur 11 böl 16 elə bil ki, 11 böl 8 edəcək. Bu da eləcək 1 bölünsün, mənfi 8-də 8, yəni cavab mənfi 1 eləyir. Düzgün cavab olacaq C variantı. 64-ə baxırıq. Deməli, x çıx 4-ün kvadratı çıx 1 mən yaza bilərəmmi? A kvadrat çıx B kvadrat kimi baxsam, yəni 1-in kvadratı kimi baxsam bura. X çıx 4 çıx 1 vurulsun. X çıx 4 düzənilgənin 1. Bölünsün. X çıx 3 vurulsun. X üstəgəl 3 şəklində yazaram. Buradan x çıx 4 üstəgəl 1, x çıx 3 eləyir. X çıx 3-ün x çıx 3 ixtisar gedir. Qalır surətdə x çıx 5. Məxrəcdə isə x üstəgəl 3. Yəni düzgün cavabımız olacaq Y variantı. 65-ci sualda isə surətdə x çıx 5 vurulsun. X üstəgəl 5 yazırıq. Məxrəci isə yazırıq. X çıx 2 çıx 3 vurulsun. X çıx 2 üzərinə gəlsin 3. Bu bizə nəyi verir gənclər? Bu bizə verir, deməli, x çıx 5 ilə x çıx 5 ixtisar getdi. Surətdə x üstəgəl 5, məxrəcdə isə x üstəgəl 1 qaldı. Yəni, düzgün cavabımız olacaq D variantı. 66-cı suala keçid alırıq. Burada a çıx 1 böl a bərabər 2 ifadəsi verilmişdir. Mən bunun hər sağ və sol tərəfi kvadrata yüksəltsəm, bu a çıx 1 böl a-nın kvadratı müxtəsər mod üsuluna görə nəyi verir? A kvadratı çıx 2 a b üstəgəl b-nin kvadratı bərabər 4. Yəni, açsaq buradan a ilə 1 böl a ixtisar gedir. Qalır a kvadratı üstəgəl 1 böl a kvadratı bərabərdir. Bu mənfi 2 keçəcək sağa. 4 üstəgəl 2 6. Düzgün cavabımız olacaq 6.
67 nömrəli suala baxırıq. A üstəgəlsin 1 böl A 5-dir. Hər tərəf kvadrata yüksəltsək, A kvadrat üstəgəlsin 2A vur 1 böl A üzərinə gəlsin 1 böl A-nın kvadratı bərabərdir 25-ə. Buradan ixtisarlar getdi. Alınır A kvadrat üstəgəlsin 1 böl A kvadratı bərabərdir 23-ə. 68-ci suala baxırıq gənclər. Gördüyünüz kimi mən bu sualı yəni sürət məxrəc şəklində yazdım. Niyə belə yazdım, indi görəcəksiniz. 1 çıx 1 böl A kubunu kublar fərqi kimi baxsam, yəni 1-in kubu çıxılsın, 1 böl A-nın kubu kimi baxsam, bu yazaram 1 çıx 1 böl A vurulsun 1 üstəgəl 1 böl A üstəgəl 1 böl A-nın kvadratı. Bölünsün 1 üstəgəl 1 böl A üstəgəl 1 böl A-nın kvadratı. Bunlar ixtisar getdilər. Nə qaldı? Cavab qaldı 1 çıx 1 böl A. İndi mənə A-nı 2 veriblər. 1 çıx 1 bölü 2, yəni 1 çıx 0,5, cavab olacaq 0,5. Y variantı düzgün cavabımız. 69 nömrəli suala baxırıq. Yenə burada surəti yazıram 1 üstəgəl 1 böl A vurulsun 1 çıx 1 böl A üstəgəlinsin 1 böl A-nın kvadratı. Bölünsün 1 çıx 1 böl A üzərinə gəlsin 1 böl A-nın kvadratı. Bunlar ixtisar gedir. Qalır 1 plus 1 böl A. A 2-dir. 1 üstəgəl 2-də 1 olacaq 1,5. Yəni düzgün cavabımız olacaq A variantı. 70-ci suala keçid alırıq. 70-ci sualı biz yazırıq 3A-nın kvadratı çıx A üstəgəl 7-nin kvadratı. Bölünsün A vurulsun 4A üstəgəl 7. Baxın gənclər, surəti A kvadrat çıx B kvadrat kimi şəklində vurğularını ayırsam, 3A üzərinə gəlsin A üstəgəl 7 vurulsun 3A çıx A çıx 7. Niyə A çıx 7 olur? Çünki qabağında mənfi var. Çıxanda mötərizənin içindəki işarə dəyişir. Bölünsün A vurulsun 4A üstəgəl 7. Buradan 4A üstəgəl 7 ilə 4A üstəgəl 7 gedir. Qalır 2A çıx 7 bölünsün A. 71 nömrəli suala baxırıq. A vurulsun 3A üstəgəl 5 bunu yazırıq. Məxrəcdə isə bu 2A-nın kvadratıdır. Baxın, bu nədir? 2A-nın kvadratıdır. 2A üzərinə gəlsin A üstəgəl 5 vurulsun 2A çıxılsın A çıx 5. Deməli, 3A üstəgəl 5-dən 3A üstəgəl 5 getdi. Qaldı A bölünsün A çıx 5. Düzgün cavab olacaq A variantı. 72 nömrəli suala keçid alaq. 3 bölünsün X. Baxın, görün nə verib bizə. 3 bölünsün X bərabərdir. 2 böl Y çıxılsın 1 böl Z verilir. Yaxşı, bizə deyir ki, Y, X və Z ilə ifadə edeyim. Mən buradan yaza bilərəm ki, 2 bölünsün Y bərabərdir. 3 böl X üzərinə gəlinsin 1 bölünsün Z. Yaxşı, buradan 2 böl Y bərabərdirmi? X, Z-də, ortaq məxrəc X, Z-dir. 3Z üzərinə gəlinsin X. Və buradan hər ikisini tərsini çevirsəm, Y böl 2 bərabər olacaq XZ bölünsün X üstəgəl 3Z. Yaxşı. Hər tərəfi 2-yə vursam, alınır Y bərabərdir 2XZ bölünsün X üzərinə gəlinsin 3Z. Yəni, düzgün cavabımız olacaq C variantı. 74-cü suala keçid alırıq. 4B üstəgəl A bölünsün 5A çıx 7B bərabərdir 2-yə. Yaxşı, buradan çarpaz vursaq, 4B üstəgəl A bərabərdir 10A çıx 14B-yə. Buradan B-ləri bir qruplaşdırsaq, deməli 18B bərabərdir 9A-ya. Buradan çıxır ki, A bərabərdir 2B-yə. Yəni, hər tərəfi 9-a böldüm, 2B bərabərdir A-ya, yəni A bərabərdir 2B-yə. Yaxşı, gətirib burada A-nın yerinə 2B qoysam, 4 vurulsun 2B çıx 5B bölünsün 3 vurulsun 2B üstəgəlsin B. 8B çıx 5B eləyəcək 3B. 6B üstəgəl B eləyəcək 7B. B-lər ixtisar getdi, nə qaldı? 3 böl 7 qaldı. Yəni, düzgün cavabımız olacaq B var. 75-ci suala keçid alaq. A çıx B bölünsün. Buradan B-ni çıxardıram mötərizə xaricinə. 2A çıx B qalır. Üzərinə gəlinsin. A çıx B-də
B vurulsun. Buradan da A-nı çıxardıram. 2A çıx B qalır. Yaxşı. Gənclər, ortaq məxrəcimiz nədir? Ortaq məxrəcimiz olur A vur B vur 2A çıx B. Yaxşı. Bunun tamamlayıcı vuruq olur A, bunun tamamlayıcı vuruq olur B. Onda olacaq A vur açıq B, yəni A kvadratı çıx AB üzərinə gəlsin. B vur açıq B də olacaq AB çıx B-nin kvadratı. AB-lər getdilər. Surətdə qaldı A kvadrat çıx B kvadratı. Məxrəcdə isə qalacaq nə? 2A kvadratı B çıxılsın B kvadratı A və yaxud da A kvadratı B. Baxın, A kvadratı çıx B kvadratı bölünsün. Vuranda AB-ni 2A-ya 2A kvadratı B çıx. AB-ni B-yə vuranda AB-nin kvadratı. 76-cı suala keçid alaq. Deməli, gördüyünüz kimi ortaq məxrəc 6M-dir. Ona görə birbaşa yazıram 6M-dən 4M çıx 3 çıx M üstə gəl 2. Niyə? Çünki qabağında mənfi var. M çıx 2 olur. M üstə gəl 2. Üstə gəl 1 də yazıram yerinə. Buradan 4M-dən M çıxanda 3M. Mənfi 3 ilə bunlar getdilər. Qaldı 6M. 2-də 1. Düzgün cavab olacaq 0,5, yəni D variantı. 77-ci suala baxırıq. 77-ci sualda isə deməli, nə olacaq 77-də? Gəlin baxaq. 9A bölünsün. B vur 3A çıx B çıxılsın. B vurulsun. Buradan da A-nı çıxardacaq. A vur 3A çıx B. Yaxşı. Ortaq məxrəc yenə olacaq. A, B-də 3A çıx B. 9A bunun tamamlayıcı vuruqu A olacaq. Bunun tamamlayıcı vuruqu B olacaq. 9A kvadrat çıx B kvadrat. Yaxşı. 9A kvadrat çıx B kvadratı mən yaza bilərəmmi? 3A üstə gəl B vurulsun. 3A çıx B. Bölünsün. AB vur 3A çıx B. 3A çıx B-lər neynədilər? Getdilər. Qaldı 3A üstə gəl B bölünsün AB. Düzgün cavabımız da budur. 3A üstə gəl B bölünsün AB. Yəni C variantı bizim düzgün cavabımızdır. 79 nömrəli suala baxırıq gənclər. Burada fikir verirsiniz, A çıx 1-dir. Məxrəcin biri A kubu çıx 1-dir, biri A kvadrat üstə gəl. A üstə gəl 1-dir. Yəni bunların ortaq məxrəci gənclər elə bax bu ifadədir. A çıx 1 vurulsun, A kvadrat üstə gəl. A üstə gəl 1. Yəni A kubu çıx 1 ifadəsidir. Yaxşı, bu ifadəni birinciyə bölündə tamamlayıcı vuruq nə qalır? Tamamlayıcı vuruq qalır A kvadrat üstə gəl. A üstə gəl 1 yazdım. Çıxılsın 3A, bunun tamamlayıcı vuruğu 1-dir. Bunun da tamamlayıcı vuruğu açıq 1-dir. Üstə gəl açıq 1-i yazdım bura. Surətdə alınır A kvadratı. A ilə A 2A, yəni çıx A bölünsün. A çıx 1 vurulsun. A kvadrat üstə gəl. A üstə gəl 1. Yaxşı, buradan A-nı çıxartsam A vur açıq 1 alınır. Yaxşı. Burada da olacaq A çıx 1 vurulsun. A kvadrat üstə gəl. A üstə gəl 1. A çıx 1-lər neynədilər? İxtisar getdilər. Qaldı A bölünsün. Gəlin baxaq. Qaldı A bölünsün. A kvadrat üstə gəl. A üstə gəl 1. Yəni düzgün cavab olacaq D variantı. 81 nömrəli suala keçid alırıq. Burada nə deyir gənclər? A kvadrat üstə gəlsin. A çıx 12 bölünsün. 9 çıx A-nın kvadratı ifadəsi verilmişdir. Sürət kvadrat düzəldilir. Bu vuruqları ayırmaq üçün köklərini bilmək kifayətdir və yaxud da orta həddə parçalaya bilərik. Buna tənlik kimi baxsaq kökləri -4 müsbət 3-dür. Ona görə mən bunu yazıram. A üstə gəl 4, A çıx 3. Məxrəc isə yazıram. 3 çıx A vurulsun. 3 üstə gəl A. Baxın gənclər, A çıx 3 ilə 3 çıxa gedir. Nə qalır? -1. Yəni cavab alınır mənfi. Kəsrin qabağını çıxaracam mənfidən. A üstə gəl 4 bölünsün. A üstə gəl 3. A-mız da 3,1-dir. Olacaq mənfi. 81-ə baxırdıq. Çox üzr istəyirəm. A-mız mənfi 2,9-dur. Mənfi 2,9 üzərinə gəlsin 4 bölünsün. Mənfi 2,9 üzərinə gəlsin 3. Bu bizə verəcək deməli mənfi qalır qabaqda. 1,1 bölünsün 0,1, yəni -11. Düzgün cavab olacaq Y variantı. 82-ci sualda isə yenə alternativ sualdır. A-mız 3,1-dir.
Surəti deməli vuruqlarına ayırsaq kökləri 4 mənfi 3-dür. Bu dəfə A çıx 4 A üstəgəl 3 şəklində yazırıq. Bölünsün 3 çıx A vurulsun 3 üstəgəl A yazırıq. A üstəgəl 3-lər ixtisar gedir. Qalır A çıx 4 bölünsün 3 çıx A. 3 tam onda 1 yerinə qoysaq 3 onda 1 çıx 4 bölünsün 3 çıx 3 onda 1 alınır. Bu da bizə verir mənfi 0,9 bölünsün mənfi 0,1 müsbət 9. Yəni düzgün cavabımız olacaq C variantı. 83-cü suala keçid alırıq. 83-cü sualda deməli, surətdə bu birinci bu ifadəni vuruqlara ayırsaq nə yazarıq? X çıx 2 vur x çıx 3 bölünsün. Məxrəcizdəki ifadəni yazırıq. X çıx 5 vur x çıx 3. Vurulsun yazıram və bunu tərsinə çevirirəm. Surətdə alınır x çıx 2 vur x çıx 5. Məxrəcdə alınır x çıx 2 vur x çıx 2. Yaxşı. X çıx 2-lər ixtisar getdi. X çıx 3-lər ixtisar getdi. X çıx 5-lər ixtisar getdi. Cavab nə qaldı gənclər? 1 qaldı. Gördüyünüz kimi cavabımız 1 eldir. 85 nömrəli suala keçid alırıq. Ortaq məxrəcimiz nədir burada? Ortaq məxrəcimiz A çıx 2 vurulsun A kvadrat üstəgəl 2A üstəgəl 4-dür. Yəni A kubu çıx 8-dir. A kubu çıx 8 A kubu çıx 8-ə böləndə tamlayıcı vuruq 1-dir. Burada A çıx 2-dir, tamlayıcı vuruq. Burada isə A kvadratı üstəgəl 2A üstəgəl 4-dür. Yaxşı. Yerinə qoyub yazsaq, deməli, A kvadratı üstəgəl 16A üstəgəl 12 çıxılsın. A çıx 2 vurulsun 2 çıx 3-ə. Çıx 3 vurulsun A kvadratı üstəgəl 2A üstəgəl 4. Yaxşı. Bunu bu şəkildə yazsaq. Nə verəcək bizə gənclər? Surətdə alınır. A kvadratı üstəgəl 16A üstəgəl 12 çıx 2A üstəgəl 3A kvadratı üstəgəl 4 çıx 6A çıx 3A kvadratı çıx 6A çıx 12. 3A kvadratları getdi. Deməli, 2A mənfi 12A mənfi 14A eləyir. A kvadratı plus 2A. 12-lər də getdilər. Bölünsün. Aha. Bir dəqiqə, gənclər. Burada deməli, düzmü yazdıq? Mənfi 2A deməli, üstəgəl 3A kvadratı üstəgəl 4 çıx 6A düzdür. Çıx 12. Burada çıx 12-dir. Aha, düzdür. Mənfi 12 12-dən getdi. Əla. Deməli, mənfi 2A, mənfi 6A, mənfi 8A, mənfi 14A. Bəli, düz yazmışıq. Buradan nə alınır? Aha, A çıx 2 vurulsun. Aha. Üstəgəl 4 də burada qalıb. Əla. Vurulsun. A kvadrat üstəgəl 2A üstəgəl 4 də buradadır. Bunlar ixtisar getdilər. Qaldı 1 bölünsün A çıx 2. Yaxşı, A-mız 1/5-dir. 1 bölünsün 1/5 çıx 2 eləyəcək 1 bölü mənfi 0/5. Yəni cavabımız olacaq mənfi 2. 87 nömrəli suala baxırıq. Deməli, surətdə yazırıq x, y-də x kvadrat çıx 25 y kvadratı. Məxrəci isə yazıram bölünsün x, y-də x kvadrat üstəgəl aha 25 y kvadratı çıx 10x y. Buna bu şəkildə yazarıq. Yaza bilərik, əlbəttə yazarıq. İndi bunu yazıram x çıx 5 y vurulsun x üstəgəl 5 y bölünsün x y vurulsun. Bunu yazıram x çıx 5 y vurulsun x çıx 5 y.
Surətdə də x, y yazıram. Bunlar ixtisar getdilər. X çıx 5y-in birinin alışı getdi. Nə qaldı? X plus 5y bölünsün. X çıx 5y qaldı. Yəni düzgün cavabımız olacaq B variantı. 88-ci suala keçid alaq gənclər. 88-də biz necə yaza bilərik? Birinci ədlə üçüncü həddlə əmsalı bizə nəyi verir? Mənfi 24-ü verir. Orta həddin parçalanması üsulu həll edirəm. Cəmi isə 10-dur. Deməli, mən bunu necə ayırmalıyam ki, hasili mənfi 24 eləsin? Yazıram 3x kvadratı. 10 ilə parçalamalıyam ki, 12 çıx 2 şəklində yazıram. 12x çıx 2x. Çıx 8. İndi məxrəci necə ayırım vurğularına? 2-ni 12-yə vuranda 24, orta hədd 11-dir. Bunda 8-dən 3-ə parçalayacağım. Yəni 2x kvadrat üstəgəl 8x üstəgəl 3x üstəgəl 12 şəklində parçalayıram. Bu ikisini bir qruplaşdırsaq, 3x çıxarsaq nə qalır? X üstəgəl 4. Çıxılsın 2 vurulsun x üstəgəl 4. Bölünsün. Buradan bu ikisindən 2x-i çıxarsaq nə qalacaq? X üstəgəl 4. Üzərinə gəlsin 3 vurulsun x üstəgəl 4. Surətlər ikisindən x üstəgəl 4-ü çıxarırıq. Nə qalır? 3x çıx 2. Məxrəcdə hər ikisindən x üstəgəl 4-ü çıxardırıq. Nə qalır? 2x üstəgəl 3. Bunlar ixtisar getdi. Nə qaldı? 3x çıx 2 bölünsün. 2x üstəgəl 3. Düzgün cavab olacaq D var. 89-cu suala keçid alırıq. A çıx 1 bölü A 2-yə bərabərdir. Bizdən A üstü 4 üzərinə gəlsin. 1 bölü A üstü 4 ifadəsini soruşur. Mən bu ifadənin hər tərəfini kvadrata yüksəldirəm. Baxın, gənclər. Nə alınır? Alınır ki, A kvadratı çıx 2A vur 1 böl A üstəgəl 1 böl A kvadratı bərabər 4. Bunlar ixtisar getdi. A kvadratı üstəgəl 1 böl A kvadratı bərabər 6 oldu. Yəni, bu mənfi 2 keçdi sağa, oldu nə müsbət 2. 4 üstəgəl 2, 6. Yaxşı. Yenə bunun hər iki tərəfini kvadrata yüksəldirəm ki, A üstü 4-ü alım. Alıram A kvadratının kvadratı, yəni A üstü 4 üzərinə gəlsin 2 vurulsun A kvadratı vur 1 böl A-nın kvadratı. Üzərinə gəlsin 1 böl A kvadratının kvadratı eləyəcək 1 böl A üstü 4. Bərabərdir 36. Bunlar da yenə ixtisar getdilər. Qaldı A üstü 4 üzərinə gəlsin 1 böl A üstü 4 bərabərdir 34-ə. Düzgün cavabımız olacaq D variantı. 90-a baxırıq gənclər. X, y bölünsün. X kvadrat üstəgəl y kvadratı bərabərdir. 0,3 3 bölü 10 yazıram. Buradan belə də baxa bilərsiniz. Seçmə üsulundan x, y 3-dür. X kvadrat üstəgəl y kvadrat 10-dur. Yəni, ya x3, y1-dir və ya x1, y3-dür. Buradan bizə deyir ki, x, y nisbətinin kiçik qiymətini tapın. Kiçik qiymətini deyirsə, təbii ki, 3/1-i götürəcəyik. Ya 3-ü, ya 3/1-i götürməliydik. Ona görə 2 dediyinə görə 3/1-i götürdük. 91-ə baxırsınız. A çıx 2B vurulsun. Surətdən deməli 4-ü çıxardıram. Nə qalır? A üstəgəl 2B. Məxrəcdə isə A çıx 2B vurulsun. A üstəgəl 2B ifadəsini yazırıq. A üstəgəl 2B ilə A üstəgəl 2B getdi. A çıx 2B ilə A çıx 2B getdi. Cavab nə qaldı? 4 qaldı. 92-ci suala baxırıq gənclər. 92-ci suala gördüyünüz kimi surətdəki ifadə bizə verir A çıx B-nin kvadratını. Məxrəcdə isə 3 vurulsun A çıx B-dir. Kvadratın 1 ilə bu getdi. Qaldı nə? A çıx B bölünsün 3. Yaxşı. Bizdə A 0,84, B 0,21-dir. Çıxanda qalır 0,63. 0,63 də böləndə 3-ə neçə eləyəcək? 0,21 edəcəkdir. 93-cü suala keçid alırıq. Deməli, x kvadratını çıxardırıq mötərizə xaricinə, qalır x çıx 1, üstə gəlinsin x çıx 1, bölünsün x kvadrat üstəgəl 1. Surətdə x çıx 1-i hər iki tərəfdən mötərizə xaricinə çıxarsaq, nə qalır? X kvadrat üstəgəl 1 bölünsün x kvadrat üstəgəl 1. X kvadrat üstəgəl 1-lər getdi, nə qaldı? Qaldı x çıx 1. X-imiz 97-dir, 97-dən də 1 çıxana nə qalır? Qalır 96. Düzgün cavabımız olacaq 96. 95-ci suala baxırıq. X çıx y 3-dür. X üstəgəl y isə 5-dir. Bu ifadəni ortaq mərzə gətirsək, x, y-də x çıx y bölünsün, x, y-də x plus y-dir. Onda yazsaq x çıx y bölü x, y
vurulsun x, y bölünsün x plus y. X, y-lər ixtisar getdi. X çıx y bölü x plus y qaldı. Yəni 3 bölü 5. Bu da bizə verir 0,6-nı. 96-cı suala baxırıq. X çıx y 4-dür. X üstəgəl y 5-dir. Yenə orta mərzə gətirsək, x çıx y bölünsün x, y vurulsun x, y-də x plus y alınır. X, y-lər ixtisar gedir. 4 bölü 5 qalır. Yəni 0,18 düzgün cavabımız. 97 nömrəli suala baxırıq. Deməli, b çıx 4-də, ortaq mərəz b çıx 4-dür. 3b kvadratı çıx 12b çıx 3b. Birbaşa ortaq mərzə gətirdim. Bölünsün. Nə alınır? Bölünsün. B çıx 4-də, b kvadratı çıx 4b çıx 6b üstəgəl 25. Niyə üstəgəl 25 olur gənclər? Ona görə üstəgəl 25 olur ki, bunun qabağında mənfi var. Yaxşı. Alınır burada nə? 3b kvadratı çıx 15b böl b çıx 4 vurulsun. B çıx 4-də b kvadratı çıx 10b üstəgəl 25. Baxın gözəl gənclər, b çıx 4-lər ixtisar getdi. Mən buradan 3 çıxardıram, mötərizə xaricdən 3b-ni çıxardıram. Nə qalır? B çıx 5. Məxrəcdə isə alınır. B çıx 5 vur B çıx 5. Düzdürmü? B çıx 5-lər ixtisar gedir. Nə qalır? 3b bölünsün B çıx 5. Və B-nin də qiyməti mənfi 1-də olacaq. Mənfi 3 bölünsün mənfi 6. Yəni 0,5. Bizim düzgün cavabımız olacaq 0,5. Deməli, suala keçid alırıq. Deməli, 2x bərabərdir 5y-ə və 3x bərabərdir 7z-ə. Buradan 7 ilə 5-in əkob neçədir? 35-dir. Yəni, hər ikisini 35-ə gətirmək üçün yuxarını vururam 7-yə olur 14x bərabərdir 35y-ə. Aşağını 5-ə vururam olur 15x bərabərdir 35z-ə. Buradan x-ə 35 deyirəm, y-ə 14 deyirəm. Aşağıdan da x-ə 35, z-ə nə deyirəm? 15 deyirəm. Aparıb yerinə qoysam qiymətləri. X üstəgəl z, yəni 35 üstəgəl 15 bölünsün. Z çıx x, yoxsa y-dir. 15 çıx 14. Bu da bizə verəcək 50-ni. 100-cü suala keçid alırıq. A üstəgəlsin 1 böl A bərabər 3 verilib. Bizə deyir ki, A üstü 4 böl A kvadratı üstəgəlinsin 1 böl A kvadratını tapıb. Bizə verir A kvadrat üstəgəl 1 böl A-nın kvadratını. Bu tip ifadələrdə biz nə edirdik? Hər tərəfi kvadrata yüksəldirdik. Hər iki tərəfi kvadrata yüksəltsə yalırığına A kvadrat üzərinə gəlsin 2, üzərinə gəlsin 1 böl A-nın kvadratı bərabərdir 9-a. Buradan da A kvadrat üstəgəl 1 böl A kvadratı bərabərdir 7-yə. Düzgün cavabımız olacaq 7. 102 nömrəli suala baxırıq. A-ya biz 2K, B-yə 4K, C-yə isə 6K deyirik. Çünki A bölü 2, B bölü 4, bu da C bölü 6-ya bərabərdir. ABC 384. 2K, 4K, 6K. Neçə bizə verir? 48K kubu. Nəyə bərabərdir? 384-ə bərabərdir. Buradan K kubu nəyə bərabərdir, gənclər? 7-yə bərabərdir. Düzdürmü? Yoxsa yox? 8 dəfə 4, 8-ə bərabərdir. Sorry. K kubu 8-dirsə, K nəyə bərabərdir, gənclər? 2-yə. K 2-dirsə deməli, A-mız nədir? A-mız 4-dür, B-miz 8-dir, C-miz isə 12-dir. A üstəgəl, B üstəgəl, C cəmi isə olacaq nə? 24, bəli. 103-ə baxırıq. 4-ü mötərizə xaricində çıxarırıq. Olur x kvadrat üstəgəl x çıx 12 bölünsün. Buradan 6 yox, 3-ü çıxarda bilərəm. 3x-i daha doğrusu. Nə qalır? 2x-in kvadratı üstəgəl 13x üstəgəlinsin 20. Vurulsun. Buradan 8x-i çıxardırıq. X çıx 3 qalır buradan. Buradan da deməli 9x kvadratını çıxardırıq. Qalır 2x üstəgəlinsin 5. Yaxşı.
Surətdə yenə vurğulara ayırma aparsam, yəni x kvadrat üstəgəl x çıx 13-ün yaza bilərəm. Nə yaza bilərəm? X üstəgəl 4 vurulsun, x çıx 3 şəklində yaza bilərəm. Vurulsun. Məxrəci də vurğulara ayıra bilərik. 2x kvadrat üstəgəl 13x üstəgəl 20 necə vurğulara ayıra bilərik gənclər? Birinci ilə ikincinin hasili 40 eləyir. Birinci ilə üçüncü həddin əmsalı 40 eləyir. Orta hədd 13-dür. 8 ilə 5-ə parçalasam. 2x kvadrat üstəgəl 8x yazsam. Yaxşı, belə yazım elə. 2x kvadrat üstəgəl 8x üstəgəl 5x üstəgəl 20. Vurulsun. 9x kvadratın 3x-i gərək ixtisar aparaq buradan. Aparaq da yuxarıda elə ixtisarımızı aparaq. İşimiz biraz yüngülləsin. Bura 3x qalır. Bu 3x-dən getdi. X-lə də x getdi. Qaldı 3 böl 8. 8 ilə 4 getdi. Nə qaldı? 2 qaldı. Bu 4 də buradan silək. Nağdı. Deməli, bizim burada bir dənə 2-miz qalıb. Bu 2-ni gətirdim qabağa. Yaxşı. Burada qaldı x çıx 3. Burada qaldı 2x üstəgəl 5. Düzdürmü? 3-ümüz də öz yerində. 3-ü də gətirirəm qabağa. Yaxşı gənclər. Yaxşı gənclər. Mən indi burada x çıx 3-ləri ixtisar apardım. Qaldı deməli 3 böl 2. Bir dəqiqə, çox üzr istəyirəm. 3 böl 2. X plus 4 vurulsun 2x çıx 5. Bu ikisindən 2x çıxartsam 2x vurulsun x üstəgəl 4. Yəni x üstəgəl 4 biridir. 2x plus 5 də biridir. Düzdürmü? Mən bu yuxarıdakı toplamanı çıx götürmüşəm, bura bilmirəm. 2x plus 5-lər inədilər, getdilər. Qaldı nə? Qaldı 3 böl 2. X plus 4-lər də getdi. 1 onda 5 qaldı. Düzgün cavabımız oldu nə? 1 onda 5. 104-cü suala keçid alırıq. 104-cü sualda deməli m çıx, m üstəgəl n kök 10-dur gənclər. M vur n isə bərabərdir 2-yə. Bizə deyir ki, bu ifadənin qiymətini tap. Bunu mən ortaq mərzə gətirsəm, mn-də m kvadrat üstəgəl n kvadratıdır. Və bunu da yazıram mən. M üstəgəl n-in kvadratı çıx 2mn bölünsün mn. M plus n kök 10-dur. Kök 10-un kvadratı 10 çıx 2 vur 2 bölünsün 2. 10 çıx 4 bölü 2 eləyəcəyinə 3. Cavab olacaq 3. 106-cı suala keçid alırıq. 106-cı sualı bu şəkildə yazmaq daha rahat olar. Bunu buna vurub, daha sonra bunu buna vursaq, düşünürəm daha rahat olar. Nəinki ortaq məqrəz gətirib yazmaq. Yaxşı, necə deyirəm? Yəni, s üstəgəl 3 bölünsün 106 yazaq nömrəni. Yəni, deyirəm ki, s üstəgəl 3 bölü s üstəgəl 5 vurulsun. S kvadratı çıx 25 bölünsün s üstəgəl 3. Çıxılsın. Çünki arada çıxma var. S üstəgəl 3 bölü S üstəgəl 5 vur 3 S üstəgəl 5. Niyə üstəgəl 5 oldu? Çünki qabağında mənfi var deyə, yəni bir çıx 3 var deyə açandan onsuz da mənfi 3 S çıx 15 olacaq. S üstəgəl 5-lər buradan getdilər. S üstəgəl 3-lər buradan getdilər. Bu S kvadrat çıx 25-də fikir verirsiniz burada. Bunun birindən bunun biri gedir, qalır S çıx 5. Qalır S çıx 5. Çıxılsın 3S plus 3. Bu da bizə verir S çıx 5 çıx 3S çıx 9. Mənfi 2S çıx 14. Yəni, S-miz də bizim nədir? Mənfi 9 onda 7-dir. Gətirib yenə qoysaq, mənfi 2 vur. Mənfi 9 onda 7 çıx 14. Bu eləyəcək bizə 19 onda 4 çıx 14. Bizə verir 5 onda 4-dür. 107 nömrəli suala keçid alaq, gənclər. 107-də nə deyir bizə? 107-ci sualda bizə deyir ki, deməli, bu ifadəyə baxsaq, bunu yazırıq 2 bölü x üstəgəl 2x bölü x daha doğrusu üstəgəl 3 bölü x üstəgəlsin 4y bölü y üstəgəlsin 3 bölü y. Yəni, məxrəcləri ayırdım. 2x x-ə böləndə bizə verir 2-ni. 4y y-ə böləndə verir 4-ü. Bu 3 bölü x üstəgəl 3 bölü y-i də yazıram. 3 vurulsun. 1 bölü x
üstəgəlsin 1 böl y. Yaxşı. Bizə verib ki, 2 bölü x üstəgəl 2 bölü y 8-dir. Onda 1 bölü x üstəgəl 1 bölü y nəyə bərabər olacaq? 4-ə bərabər olacaq. Yəni olacaq 6 üstəgəlsin 3 vur 4. Yəni 12. Cavabımız eləyəcək 18. 109-cu suala keçid alırıq gənclər. 109-cu sualda gördüyünüz kimi bu ifadənin qiymətini istəyir. Bunu yazıram x üstü 4 bölünsün x kvadratı y kvadratı üstəgəlsin y üstü 4 bölünsün x kvadratı y kvadratı. Və buradan x üstü 4 ilə x kvadratı gedir, qalır x kvadratı böl y kvadratı üzərinə gəlinsin, y kvadratı böl x-in kvadratı. Yəni, bu ifadənin qiymətini bizdən soruşur. Mən bu ifadənin hər tərəfini kvadratə yüksəltsəm, bu ifadəni almış olaraq. Bu bizə verəcək x kvadratı böl y kvadratı üstə gəlinsin 2, üzərinə gəlinsin y kvadratı böl x kvadratı bərabərdir 16. Buradan çıxır ki, bax, bu ifadə bərabər oldu 14-ə. Niyə 14-ə? Çünki 16 çıxır ki, 14 verir. 110-cu sual şifahi sualdır. Niyə şifahi sualdır? Kəsirin mənasının olmaması üçün məxrəc 0 olmalıdır. 5x çıx 4-ün 0-a bərabər olması üçün x bərabər olmalıdır. Nəyə gənclər? 0,8-ə. 111-də isə məxrəcin mənası olmaması üçün x olmalıdır. -1,25. Çünki 4x üstəgəl 5 bərabər 0 yazırsınız. X də bərabərdir -1,25. 113-cü suala keçid alırıq gənclər. Bu sualda nə yazırıq? X kvadrat çıx 7x üstəgəl 12-ni yazırıq. X çıx 3 vurulsun x çıx 4. Bölünsün x plus 3. Bu sahədir. Sahə bərabərdir. N vurulsun, yəni x çıx 4 bölünsün 2 vur x üstəgəl 3. Vurulsun hər hansı bir A çoxhədlisi. Düzdürmü? A ifadəsi. Çoxhədli deməyək buna. Rasional kəsiri. Yaxşı. Buradan x üstəgəl 3-ləri aparıram. X çıx 4-ləri aparıram. A bərabər olur. X çıx 3 bölünsün 2-yə. 114-ə baxırıq. 114-də gənclər, gördüyünüz kimi burada bu kəsiri tam ədədə çevirən natural qiymətlər 12-nin natural ədədləri soruşur. Tam ədədə çevirən natural ədədlər. 12-nin natural bölənləri hansılardır? 1-dir, 2-dir, 3-dür, 4-dür, 6-dır, 12-dir. Bunu tam ədədə çevirən natural ədədlər isə deməli 18-in natural bölənləridir. 1-dir, 2-dir, 3-dür, 6-dır, 9-dur, 18-dir. Yaxşı. İndi baxın. Deməli A-nın içində nə var? Ortaqlar hansılardır? 1, 2, 3, 1, 2, 3 və 6. Yaxşı. Deməli 2, 3-dür. Baxın, 2-nün yerinə yazıram deməli 3 yazıram. Q 3-dür. Yaxşı, burada 18 var. Deməli 9 da bura yazıram. K 9-dur. P isə gənclər 12-dir. Deməli bizə P plus Q plus K cəmini istəyir. 12, 3 üstə gələndə 15, 15-in üstə 9 gələndə 24. Deməli bu cəm neçəni verəcək bizə? 24-ü verəcəkdir. 115-ci suala keçid alırıq. Deməli bu ifadəni çarpaz vursam alınır nə? 9A üstə gəlsin 6B bərabərdir 4A üzərinə gəlsin 10B-yə. Buradan 5A bərabərdir 4B-yə. A-ya 4K deyirik belə olanda, B-yə 5K deyirik. A və B ardıcıl cüt ədədlər olduğuna görə K-ya 2 verirəm. A 8 olur, B isə 10 olur. Və onların kvadratları cəmi 64 üstə gəlsin 100. Yəni 8-in kvadratı 64, onun kvadratı 100. Eləcək 164. Diqqətinizə görə çox sağ olun gənclər. Kanalımıza abunə olsaz və şərhlərdə fikirlərinizi yazsaz mənim üçün xoş olar. Təşəkkür edirəm.